Şəhərlərimizdə, kəndlərimizdə nisbətən su qıtlığı var. Buna baxmayaraq suyun israfçılıqla borulardan axıb sızması, ətraf sahələrin çirklənmələri də mövcuddur. Odur ki, mən insanlara müraciət edib belə deyərdim. Suyu səpməyin ey insanlar. Suyu lazımsız yerə səpməyin. Su səpin, sərinlik üçün səpin. Hədər yerə səpməyin. O su ruzi qədəriniz, uğur qədərinizdir. Özünüzdən ruzi qədərinizi, uğur qədərinizi uzaq səpməyin. Suyu hədər yerə axıtmayın. Varidatınızdır. O varidatınızı səpməyin. Sulayın ağaçları, yaşıllıqları sulayın. Gördüyün yaşıllıq o ağac yer qatı ilə, yerüstü qatı su toplumu ilə sabit edir. Müqəddəs edir. Arxlar axır, çaylar axır. Paçlıq yer üzərində, yer üzərinə axır. Paçlıq önümüzdə, müqəddəslik ətrafımızda, hər varlığa biganə olmayın. Çay axar, arxda su axar, onlar axmalıdır ki, axar. O hasildir, yer qatlarından hasildir ki, axar. Onun axmasına, yer qatına müddət lazımdır ki, axar. Su gördüyün qatlardan, laylardan ayrılar ki, axar. Qardaş, suyun paçlığı, təmizliyi var. Elmdən məlumdur ki, su dadsız, iysiz, şəffaf mayedir. Hava qatı da dadsız, iysiz, rəngsizdir. Yaradan yaranışı gör necə də pak, müqəddəs yaradıb. Bu iki varlığa bizdən əvəz istəmir. Həm də çox şey üçün bizdən əvəz istəmir. Cəm yaratdığından əvəz istəmir. Suya bax. Bu planetdə dərin qatlarda gedən proseslərin nəticəsində nəmlik ayrılır. O nəmlərdən bir toplumda su ayrılır. Yaradan heç də mövsüm, fəsil bu planetə hər hansı vasitə ilə kənardan gətirib miqdarında su tökmür. Amma laylardan, qatlardan, dərinliklərdən ayrılan su qədəri, o laylardan, o qatlardan heç də o layın, o qatın dadını öz tərkibində bu təbiətə çıxarıb bəxş etmir. Su o layları təmiz edib, pak edir ki, cəm yaranmış o paçlıqla təmasdadır. Və o maye yaradıcılığı əsas komponentdir. Yer qatında hər layın öz xüsusiyyəti var. O laylar müxtəlifdir, heç biri eyni deyil, müxtəlifdir. Duz laylardan, mineral laylardan axan su heç də o layların ziyanlı xassələrini yer üzərinə çıxarmır. O laylar arasından ayrılar. Layları tamamlayar ki, yetkin edər. Laylardan, qatlardan ayrılar, rəng götürməz, dad götürməz. O paçdır ki, bulanıqlıq götürməz. Sən paçlanarsan, su ilə paçlanarsan. Paçlanıb səcdəyə durub paçlığa qovuşarsan. Vücud paç olsun ki, paçlıqla üz-üzə dura biləsən. Yeməsən, oruc olarsan. Vücudunun daxilini maddilikdən az da olsa məhdud edərsən. Paçlığı paçlığa qovuşdurarsan. Səcdəyə durarsan, Yaradana, Tanrıya qovuşmağa durarsan. Paç olarsan ki, paçlığa qovuşarsan. Yaradanına, ilkinə qovuşarsan. İlkinə, Yaradanla qovuşarsan. Böyük Yaradan deyib ki, inan ki, mən Yaradanam, inan ki. Nurumdan, işıq payımdan səni yaratdım, inan ki. Nəzərimdəsən, inan ki. Sən işıq əhatəsindəsən, inan ki. Səni qara varlıqdan hifz edən mənəm, inan ki. Mənə üz tut, məni çağır ki, sən özünə inan ki, səni hifz edən mənəm, inan ki. Ona görə də suya laqeyd olmayın, özünüzə laqeyd olmayın. Yer qatlarına laqeyd olmayın. Paçlığınıza, özünüzə laqeyd olmayın. Sonra da çatdırardım ki, yerdə gürültü, göydə gürültü. İki gürültü arasında su. Yer məkanı paçlanmaya gələndə su. Ey qara varlıq, iki gürültü arasında su. Paçlıqla sudur ki, su. Yer yenə yerdə, yer yenə yerlə. Yenə gürültü, yenə su ilə yerdə gürültü. Göydə gürültü, yenə də su. Qitələr su, dövlətlər su, yenilik gəlir ki, su. Yeni göndərilən gələcək ki, su. Məkanlar bir düzümdə duracaq ki, su. Mars yaxın olacaq ki, su.